Orta əsr Avropasının tarixində ən möhtəşəm və dramatik hadisələrdən biri də Xasılı yürüşləridir. Xasılı yürüşlər əsasən 11-13-cü əsrlərdə Avropada yaxın şərqə doğru həyata keçirilmiş hərbi ekspedisiyalardır. Bu yürüşlərin əsas məqsədi Qüdsü və digər müqəddəs yerləri müsəlmanlardan geri almaq idi. Yürüşlər təkcə dini amillərlə deyil, siyasi, iqtisadi və sosial maraqlarla da əlaqəli idi. Minlərlə insan Avropadan müqəddəs torpaqlara doğru yola çıxırdı və bu yürüşlər nəticəsində bir çox siyasi və mədəni dəyişikliklər baş verirdi. Xasılı yürüşləri Avropa və Yaxın Şərq münasibətlərinə uzun müddətli təsir göstərdi. Yürüşlər zamanı yeni dövlətlər yarandı, bir sıra şəhərlər dağıldı və böyük insan itkiləri baş verdi. Həmçinin Xasılı yürüşləri nəticəsində Avropa elmi, texnologiyası və mədəniyyəti yeni ideyalarla zənginləşdi. Orta əsr Avropasında din və siyasət arasındakı sərhədlər daha da qarışdı və kilsənin rolu burada getdikcə gücləndi. Eyni zamanda bu yürüşlər Yaxın Şərqdə də yeni qüvvələrə və siyasi ittifaqlara yol açdı. Ticarət yolları dəyişdi. Yeni məhsullar və texnologiyalar Avropaya gətirildi. Xasılı yürüşlər hələ də tarixçilər, alimlər və ictimaiyyət arasında geniş müzakirə mövzusudur. Onun təsiri həm xristian, həm də müsəlman dünyasında dərin izlər qoyub və bu izlər bugünkü dünya görüşündə də özünü göstərir. Xasılı yürüşlərin başlanmasına səbəb olan əsas amil Qüdsün və digər müqəddəs xristian torpaqların müsəlmanların nəzarətində olması idi. Avropa xristianları bu torpaqları Allahın adı ilə azad etmək istəyirdilər. Kilsəni və papalığın təşəbbüsü ilə bu çağırış geniş yayılmışdı. Eyni zamanda siyasi və iqtisadi səbəblər də yürüşlərin təşkilində önəmli rol oynayırdı. Orta əsr Avropasında əhali artımı, torpaq qıtlığı və feodal münasibətlərin böhranı gənclərin və zadəganların yeni torpaqlar axtarışına çıxmasına səbəb olurdu. Həmçinin papalığın Avropa üzərindəki nüfuzunu gücləndirmək istəyi də mühüm faktor idi. Yürüşlər həm dini fanatizm, həm də maddi maraqlarla şərtlənirdi. Qeyd etdiyimiz kimi, yürüşlərin əsas məqsədi Qüds və digər müqəddəs torpaqları xristianlar üçün azad etmək idi. Lakin zaman keçdikcə bu məqsədlərə siyasi, iqtisadi və strateji maraqlar da əlavə olundu. Avropalı feodallar və zadəganlar yeni torpaqlar və sərvət əldə etmək üçün öz nüfuz dairələrini genişləndirməkdə idilər. Yürüşlərin təşkili kilsənin və Avropa krallıqları birgə səyləri ilə baş tuturdu. Papalar kütləvi çağırışlar edirdi. Zadəganlar və din xadimləri öz ordularını toplamağa çalışırdı. Yürüşlərdə iştirakçılara günahlarının bağışlanacağına söz verilirdi və bu çoxlarını cəlb edirdi. Birinci Xasılı yürüşü 1096-cı ildə başlanıb və 1099-cu ildə Qüdsün fəthi ilə başa çatıb. Bu yürüş Avropadan yola düşən 10 minlərlə döyüşçünün yaxın şərqə çatması ilə yadda qaldı. Yürüşün gedişində bir sıra müsəlman şəhərləri zəbt olundu. Lakin ən mühüm uğur Qüdsün alınması idi. Qüdsün fəth olunması zamanı minlərlə şəhər sakini qətlə yetirildi və şəhərdə xaos hökm sürdü. Birinci Xasılı yürüşün uğuru Avropada böyük rezonans doğurdu və növbəti yürüşlər üçün təkan oldu. Qüdsdə Latın krallığı yaradıldı və Avropadan gələn zadəganlar burada yeni hakimiyyət qurdu. Birinci yürüşdən sonra daha bir neçə Xasılı yürüşü təşkil edildi. İkinci Xasılı yürüşü 1147 və 1149-cu illərdə baş verdi. Lakin bu yürüş uğursuzluqla nəticələndi. Üçüncü Xasılı yürüşü isə 1189 və 1192-ci illərdə baş tutdu və burada Avropanın ən məşhur hökmdarları İngiltərə kralı 1. Richard, Fransa kralı 2. Filip və Almaniya imperatoru 1. Friedrich iştirak edirdilər. Sonrakı Xasılı yürüşlərdə uğur və müxtəlif məğlubiyyətlərlə yadda qaldı. Bu yürüşlər nəticəsində bir sıra yeni dövlətlər yaradıldı, şəhərlər zəbt edildi. Lakin Qüds uzun müddət xristianların əlində qala bilmədi. Xasılı yürüşləri Avropa və Yaxın Şərq tarixində yeni dövrün başlanğıcı oldu. Bu yürüşlərin Avropada feodal münasibətlərin güclənməsinə və kilsənin siyasi nüfuzun artmasına səbəb oldu. Bir çox zadəgan və döyüşçü yürüşlərdən geri qayıtmadı. Onların torpaqları papalığın və ya krallıqların əlinə keçdi. Kilsə siyasi gücünü artırdı və Avropa dövlətləri arasında yeni ittifaqlar yaradıldı. Yürüşlər zamanı yaradılan Xasılı dövlətləri Yaxın Şərqdə siyasi balansı dəyişdirdi. Müsəlman dövlətləri isə vahid cəbhədə birləşməyə və yeni müdafiə strategiyaları yaratmağa məcbur oldu. Bu proses regionda yeni siyasi düzənin yaranmasına səbəb oldu. Xasılı yürüşləri Avropa və Yaxın Şərq arasında ticarət əlaqələrinin genişlənməsinə təkan verdi. Şərqdən Avropaya yeni məhsullar, ədviyyatlar, ipək, sənətkarlıq nümunələri gətirildi. Bu dövrdə Aralıq dəniz regionunda ticarət şəhərləri və limanlar xüsusi əhəmiyyət qazandı. Venesiya, Geniya,
Marsel kimi şəhərlər xaçılı yürüşlərin əsas ticarət mərkəzinə çevrildi. Ticarətin inkişafı Avropada iqtisadi yüksəlişə səbəb oldu. Bu proses eyni zamanda yeni istehsal və texnologiyaların Avropaya yayılmasına şərait yaratdı. Xaçılı yürüşləri həmçinin Avropa və Yaxın Şərq arasında mədəni və elmi mübadiləyə səbəb oldu. Avropalılar ərəb dünyasından riyaziyyat, tibb, fəlsəfə və memarlıq sahəsində yeni biliklər əldə etdilər. Xüsusilə universitetlərin yaranması və elmi biliklərin yayılması bu dövrə təsadüf edir. Mədəni əlaqələr incəsənət, musiqi və ədəbiyyat sahələrində də özünü göstərdi. Avropada yeni bədii üslublar, memarlıq formaları və ədəbiyyat nümunələri yarandı. Həmin dövr Avropanın intellektual və mədəni inkişafında mühüm rol oynadı.